Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində dərmanın qurğununa çox yaxın bir ərazidə 8 sot torpaqda bax qarşıda gördüyünüz belə bir həyət ev satılır. Qiyməti 170 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda bax qarşıda o bir neçə dəqiqədən sonra sizə oranı göstərəcəm. Sol tərəfdə fontan olan tərəfdə bir balaca səbir olun, xahiş edirəm. 3 mərtəbədir, yəni birinci mərtəbəsi badvaldır. Badvala bax buradan daxil olmaq mümkündür. Demək olar ki, birinci mərtəbənin alt hissəsi badvaldır. İndi isə mən birinci mərtəbəyə daxil oldum. Birinci mərtəbədən deməli hal-hazırda bax böyük bir zalı var. Bax bura zalıdır. Qarşıda deməli 3 otaqdır, yox 4 otaq. Bura bir otaq, otaqlar minidir birinci mərtəbədə. Burası ikinci otaqdır. Təmirin necə görürsünüz bu cürdə var. Qiyməti 170 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Evin sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Çox yaxınlıqda 34 nömrəli orta məktəb. Yəni onu da deyim ki, bura asan xidmətinə yaxın bir ərazi kimi başa düşmək olar. Bunun başqa regionlar üçün dedim. Dərmanın qurğununa yaxın, eyni zamanda Azər İttifaq, asan xidmətin arxası, bax belə bu cürdə başa düşmək olar. Evin özündə splaşno kombi sistemidir. Birinci və ikinci mərtəbələrdə hamam var. İndi isə bax bura deməli birinci mərtəbədə olan mətbəxdir. Qiyməti 170 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Ümumi 22 tonluq su bakı var. Eyni zamanda hovuz, bax hamısı birlikdə 22 tondur. Bundan başqa bu həyət evi kiraya verilir. Kirayə haqqı 1200 manatdır. Ancaq qiymətində mütləq razılaşma olmalıdır. Satış qiyməti 170 min, kirayə qiyməti 1200 manat. Ancaq hər ikisindən razılaşma olmalıdır. İndi isə ikinci mərtəbəyə çıxdım. Bax bura deməli ikinci mərtəbənin zalıdır. Hər yerdə gördüyünüz kimi kombi sistemi var. Bura otaqlardan biridir. Bura ikinci mərtəbədir. Bax ikinci mərtəbəni yenidən sizə göstərirəm. Bax bura deməli ikinci mərtəbənin otaqlarından biridir. Ümumiyyətlə hardasa 10 otağa yaxındır. Bura isə yenidən ikinci mərtəbənin otaqlarından biridir. Çox yaxınlıqdan bir neçə ədəd marşrutlar işləyir. Bax burası yenidən deməli 2 otaq, 3 otaq, bir zal ikinci mərtəbədən. Bura isə ikinci mərtəbənin hamamıdır. Bax bu cürdür. Yenidən ikinci mərtəbədə bax bura deməli 1, 2, 3, 4-cü otaq. İkinci mərtəbədə 4 otaq bir zaldır. İndi isə məhəlləsinə keçirəm. Eyni zamanda bağçasına dediyim kimi satış qiyməti 170 min manat. Kirayə haqqım 1200 manatdır. Ancaq bu qiymətdən mütləq razılaşma olmalıdır. Bax burada belə bir qaladovkasıdır. Dərmanın qurğuna yaxın bir ərazidir. Başqa regionlar üçün, eyni zamanda başqa dövlətdə yaşayan Azərbaycanlılar üçün onu deyim ki, yəni Azər İttifaq tərəfə, asan xidmətin arxası tərəfdə demək mümkündür. Azər İttifaqa yaxın bir ərazidir. Bağçasında 25 ədəd ağaçını var, cürbəcür, 2 mərtəbəlidir. Bundan başqa birinci mərtəbənin alt hissəsi deməli badvaldır, fontanı var. Bax bura birinci mərtəbədə deməli bura qarajdır, birinci mərtəbəsi. Bax qarajını da görmək mümkündür. Yenidən evin xarici görünüşünü sizə göstərirəm. 8 sot torpaqda yerləşir. Burada isə deməli bax bir, qarşıda bax belə bir otaqlar da var. Bura isə ikinci otaqdır. Eyni zamanda qarşıda yenidən 2 otaqdır. Bağçasını görmək mümkündür. Qiyməti 170 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Kirayə haqqı 1 aylıq 1200 manatdır. Onu da deyim ki, bu kirayə haqqında da mütləq razılaşma olmalıdır. Burası isə navesin, bax ikinci mərtəbədə navesin alt hissəsidir. Böyükdür, uzundur, enlidir. Bax belə bir daşınmaz əmlakın qiyməti
170 min manatdır, kirayə haqqı isə 1200 manat. Qiymətlərində mütləq razılaşma olmalıdır. Bax belə, sizlərə uğurlar.